Ona görə də bu işlə məşğul olan bir insanın birinci növbədə özünün ustası olmasına ehtiyac var. Başqalarının ustası olmasına, başqaları üzərində master olmasına yox. Fəlsəfəsi də burada yenə üzə çıxır. Yəni çox olub. İnsanlar var ki, yəni gəlir seansa qoşulur, özü bir adını çəkdiyimiz metodlar üzrə masterdir, mütəxəssisdir, ustadır, uzmandır. Hamımız insani təcrübələr yaşayırıq. Mənim də həyatımda sıxıntılar olur. Amma sən özün öz problemini hələ həll eləməklə boğuşarkən başqa bir insana sənin problemini mən həll eləyib səni şəfalandıracam deyirsənsə, bu vicdansızlıqdır. Adam gəlir, özü bir problemlə qoşulur. Okey, problemi ilə bağlı bir çalışma eləyirik. Görürsən ki, üstündən bir saat keçəndən sonra özü həmin problemlə bağlı başqa birisini güya şəfa verir.